Salam əziz müəllimlər və abituriyentlər. Mart ayının 15-də açılacaq sınaq qrupumuza bütün abituriyentləri, müəllimləri, hansı ki MİQ sertifikasiya hazırlaşan müəllimlərimizi dəvət edirəm. Kimlər qrupumuza qoşulmaq istəyirsə, burada yazdığım 051 455 41 67 nömrəsindən WhatsApp üzərində əlaqə saxlayıb qeydiyyatdan keçə bilər. Nəzərinizə yetirim ki, qrupumuz ödənişlidir. Aylıq ödəniş olaraq 20 manatdır. Deməli, sınaq qrupumuz nədən ibarətdir? Yəni, bu sınaq qrupunda nələr keçiriləcək? Sınaq qrupu mart ayının 15-dən başlayacaq və həftədə 4 dəfə olmaqla davam eləyəcək. Sınaq qrupunun həftədə 4 dəfə günlərində, bir günündə mövzu sınaqları, həm abituriyentlər, həm də müəllimlər üçün yararlı testlərimiz, mövzu sınaqları atılacaq. Eyni zamanda həftənin 2 günü abituriyentlər üçün olan 1995-ci ildən 2024-cü il daxil olmaqla bütün birinci qruplar, 4-cü qrupların qəbul sualları olacaq. Hansı ki o suallar sizə səhər atılacaq. Siz axşama qədər gün ərzində onları işləyib, axşam isə mən izahını göndərəcəm. Siz səhvlərinizə, düzünüzə orada baxacaqsınız. Hər bir sualın izahı orada verilir. Eyni zamanda və həftənin bir günündə isə müəllimlər üçün, yəni MİQ sertifikasiya hazırlaşan müəllimlərimiz üçün testlər paylaşılacaq. Nəzərinizə yetirim ki, müəllimlərimizin bu qrupda olma şansı daha böyükdür. Eləcə də şagirdlərimiz, təbii ki, 4-cü qruplarımız bundan yararlana bilər. Müəllimlərimiz üçün bu qrupda olmaq şansı ona görə daha yaxşıdır ki, müəllimlərimiz həm abituriyentlərin testindən, həm də öz testlərindən istifadə edə biləcəklər rahatlıqla. Yenə deyirəm, hər cür test paylaşılacaq. Lazım gələcək mövzular içərisində ən qaranlıq qalan nöqtələrin, hansı ki, məsələn, şagirdlərə, müəllimlərə bəzən mövzunun içərisində hansısa müəyyən yerlər qaranlıq qalır. Həmən o mövzular üzrə müəyyən materiallar da həmən hissələrdən paylaşılacaq ki, məsələn, tutaq ki, elektroliz dərsində çətinlik çəkən müəllim və yaxud da ki, abituriyentə qrupda onun PDF-i, eləcə də dərs izahı da göndəriləcək əlavə. Və müəllimlər, abituriyentlər bundan istifadə eləyə bilər. Hansı ki, abituriyentlərimiz üçün qrupda situasiyalar da paylaşılacaq. Eyni zamanda qəbulların yanında hansı ki, atılacaq situasiyalar, siz o situasiyanı işləyəcəksiniz və mən onun izahını göndərəcəm. Müəllimlər, abituriyentlər üçün qrup çox ideal qrupdur. Hər tərəfli, hər cür sual paylaşılacaq. Çətin, asan, orta. Buna birinci qruplar, sertifikasiya hazırlaşan müəllimlər, hər kəs istifadə eləyə biləcək. Əlbəttə ki, MİQ-ə hazırlaşan müəllimlər də qrupa nə atılırsa, mən tövsiyə eləyirəm ki, abituriyentlərə də, müəllimlərimə də tövsiyə eləyirəm ki, qrupa atılan hər şeydən yararlansınlar. Hər şeydən. Çünki nəzərinizə çatdırım ki, mən sualı izah eləyəndə sadəcə sualı izah eləmirəm. Hə, məsələn, deyim ki, bu budur, bu da budur, cavab budur. Xeyr, mən bir sualı əgər izah eləyirəmsə, o sual ətrafında danışıram. O sual ümumiyyətcə nə ilə bağlıdır, nədən bəhs eləyir və onun ətrafında yəni geniş danışıram da, sanki mövzunun müəyyən bir nöqtəsinə tam olaraq toxunuram. Sırf sualda cavabı izah elə yox. Məsələn, sualı izah eləyəndə sualda variantların hamısını bir-bir təhlil eləyirəm ki, məsələn, ola bilər hansısa bir şagirdimiz məsələn, A variantını yazıb. Amma variant D variantıdır. Və yaxud da ki, müəlliməmiz A variantını yazıb, variant D variantıdır. Mən D variantını izah edib geçsəm, məsələn, A variantını yazan müəllim və yaxud da ki, abituriyent deyəcək ki, görəsən mənim variantım niyə səhv çıxdı? Başa düşdünüz necə? O ona orada qaranlıq qalacaq ki, tamam, D variantı aydın oldu. Müəllim dedi, D variantıdır və səbəbi də budur. Mən bunu başa düşdüm. Əla. Niyə bəs mən A variantını seçmişəm axı? Niyə A variantı olmadı? Ona görə də mən sualı izah eləyəndə orada variantların hamısını bir-bir təhlil eləyirəm. Niyə bu səhvdir? Niyə bu səhvdir? Niyə bu səhvdir? Niyə bu düzgün oldu? Hamısını bir-bir. Əziz abituriyentlər, müəllimlər, hər birinizi qrupumuza qoşulmağa dəvət edirəm. Əgər kim istəyirsə qoşulmaq, burada yazılan nömrənin WhatsApp-ına yaza bilər. WhatsApp nömrəsidir. Yazıb qeydiyyatdan keçə bilər. WhatsApp-da yazsın ki, müəllimə mart ayının 15-də açılan qrupa qoşulmaq istəyirəm. Adını da qeyd eləsin. Müəllimdir, yaxud da ki, abituriyent. Mən onu qeydiyyata götürəcəm. İnşallah mart ayının 15-də başlayanda qrupda nömrəsi əks olunacaq. Buyurun, hər birinizi qrupumuza dəvət edirəm.